Nizami Kino Mərkəzində aprelin 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə İndi al müştəriyə tələ sənədli filmi nümayiş olunub. Cross Media xəbər verir ki, tədbirin açılışında nümayişə qatılan 400-ə yaxın gəncə istehlak mədəniyyətinin ətraf mühitə uzun müddətli təsirləri, eləcə də gənclərin ekoloji davamlılığa töhfə vermələri üçün gündəlik həyatlarında necə daha məsuliyyətli ola biləcəkləri barədə ətraflı məlumat verilib. Daha sonra sənədli film nümayiş olunub. Qeyd edək ki, İndi al müştəriyə tələ sənədli filmi Böyük Britaniyanın Grail Media şirkəti tərəfindən istehsal olunub. Rejissor Nick Stacy'nin ekranlaşdırdığı sənədli filmdə aparıcı beynəlxalq korporasiyalar və elektron ticarət platformaları tərəfindən tətbiq olunan marketinq strategiyaları, müasir istehlak vərdişlərinin ətraf mühitə mənfi təsiri və sözügedən problemin aradan qaldırılması yolları barədə bəhs edilir.